Değerli izləyicilər, bu fotoda gördükləriniz Kəlbəcər rayonunun Boyaxlı Turşuyu deyilən ərazidə lent alınıbdır. Həqiqətən də acınacaqlı, utanç verici bir mənzərədir. Hesab edirəm ki, buna heç bir vətəndaş, heç bir Kəlbəcər sakini biganə qalmamalıdır. Biz bu məsələlərdə ictimai qınaq formalaşdırmalıyıq və bunu törədən insanlar anlamalıdır ki, ətraf mühiti çirkləndirmək, biomüxtəlifliyi məhv eləmək, ekoloji tarazlığın pozulmasına yönəlik olan addımlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 104.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Biz təbiəti qorumalıyıq, biz təbiəti sevməliyik, biz təbiətin övladlarıyıq. Axı bu dərəcədə vicdansızlıq olmaz, axı bu dərəcədə mənəviyyatsızlıq olmaz. Biz belə mi qoruyacağıq yeni qurulan Qarabağı? Biz belə qoruyacağıq-mı uzun illər erməni tapdağında inləyən torpaqlarımızı? Mən buradan çağırış edirəm bütün Kəlbəcərlilərə. İşğaldan azad olmuş əraziyə gedən, səfər edən, orada yaşayan bütün insanlara. Gəlin, öz doğma yurdumuza sahib çıxaq, gəlin doğma yurdumuzu qoruyaq. Bu təbiəti məhv eləməyək. Təbiətin isə bizə cəzası çox ağır ola bilər.